Biraz narahatsan. Narahat olma. Sen dediğim kız geldi. Tanış ol Şəbnəm. Hoş geldin kızım. Buyur əyləş. Salam xala. Çox sağ olun. Deyirəm bəlkə nəsə sifariş eləyək. Modon yeməklərini söz ola bilməz. Mən dana lokum yeyəcəm. Məndə sadəcə paf sandviç olsun. Zəhmət olmasa bura baxa bilərsiniz. A few moments later. Şəbnəm, sən evin tək qızısan. Bəli, evin tək qızıyam. Bəs işləyirsən hardasa? Ana, bəlkə yeməyimizi yeyək, sonra suallara davam eləyək, hə? Sən sakit ol da yetim. Sual verirəm də nə olur? Bəli, işləyirəm. Ayqa. Siz oturun, mən bir dənə üstümü təmizləyim gəlirəm. İndi də dəhşətdir də. Hələ sənə Ramindən danışmaya qızım. 3-cü sinifə kimi pampers taxırdı, yetim. Aynen, nə maraqlı. Ay, Dana, yenə başladın. Hər yerdə bu söhbət açıb mənə biabr eləyirsən. Narahat olma qızım. Atasını çəkib. O da küsəyən idi. 5 dəqiqəyə qayıdacaq.